28 may metro stansiyası yaxınlığındakı bu ərazi topdan satış ərzaq dükanları ilə tanınır. Satıcılar deyir ki, əvvəllər qızğın alış-veriş olardı. Axı burada məhsul digər dükanlarla müqayisədə daha ucuz satılırdı. Amma indi Səsli Küylü küçədən əsər əlamət qalmayıb. Alver azalıb, hətta bəzi dükanlar bağlanıb. Bunun səbəbi odur ki, bu xaricdən gəlir də, bu topdan satışçının manatı var əlində. Bu indi mal almaq istəyir. Firma zəng gedir, firma mal vermir buna. Deyir ki, mal yoxdur, sabah verər, nə bilim, bir gün verir falan. Bunlar nəyə görədir? Deyir, dollar yoxdur, deyir, pulu manatla qəbul eləmir, deyir, dollar gətir. Bu bank bu dolları tapa bilmirsə, bu dükançılardan gəlsin bu dolları. Dollar 78 olanda başqa cür idi, 1 manat 5 qəpik olanda başqa cür idi. İndəki dollar bilmə olmur, 2 manatdır, 2 manat 50 qəpik, qara bazarları. Yəni bu indi biz bilirik, görürük, bizdən yuxarıdakılar da bəlkə bilirlər. Buna bir nəzarət eləmək lazım, belə buraxmaq olmaz, xalqa aç saxlamaq olmaz. 12 manat olan şey bugün 25 manat, 30 manat. Alıcılar da inciyir. Niyə? Çünki bu kökündən baha gəlir, satıcıda günah yoxdur. 30 manata, 25 manata alınan pomidor neçə satılmalıdır? Bizim kimi kasıb-küsubları heç saya salan da yoxdur ki, necə dolanırsan sən. Hardan alırsan, necə yeyirsən? Sona Məmmədova deyir ki, büdcəsinə qənaət etməkdən ötürü topdan satış dükanlar daha sərfəlidir. Sonra sözlərinə düzəliş edir ki, əvvəllər daha sərfəli idi, indi hətta burada da qiymətlər od tutub yanır. Dükanlarda içərdən gezirəm. Nədir? 50 manat pul xərcləmişəm, heç nə yoxdur evimdə. Ətin kilosu 12 manata, 13 manata. Mən necə alım onu yeyeyim? Bəs mənim uşaqlarım, nəvələrim var evdə. Nə yesinlər onlar? Nə yesinlər? Uşaq deyir ki, hər gün mənə çay verginən. Bir ayda ən azı 2 dənə uşağa 6 kilo pesok işlənir. 1 manat 40 köpükdən hesabla ginən atası işləmir, iş yoxdur. Anasında aldığı 200-300 manatla nə dolansınlar? Monopoliya hələ belə olur da. Kimin pulu var? Onlar necə lazımdır dolanırlar. Devalvasiyadan sonra Azərbaycanda bir çox məhsullar kimi ərzağın da qiyməti dəyişib. Hələ ötən ilin fevralında birinci devalvasiyadan sonra Prezident İlham Əliyev bildirmişdi ki, süni qiymət artıranlar cəzalanacaq. Süni qiymət artımına yol verilməsin, monitoring keçirilir və süni şəkildə qiyməti artırmaq istəyənlərə qarşı çox ciddi cəza tədbirləri görüləcəkdir. Və son illər ərzində ölkədə istehlak olunan əsas ərzaq məhsulları Azərbaycanda istehsal olunur. Belə olan halda bu məhsullarda heç bir bahalaşmadan söhbət gedə bilməz. Kim süni şəkildə qiymətləri artırırsa, dövlət tərəfindən öz cəzasını alacaqdır. Satıcılar qiymət artımını firmaların malları baha verməsi ilə əsaslandırır. Alıcılar isə aşağı əmək haqqı ilə gündəlik xərclərini belə qarşılaya bilmədiklərini deyirlər. 3 günün içində 3 dəfə qiymətlər qalxıb. Hansı dünyanın hansı yerində görsənəm ki, bir 3 gündə 3 dəfə qiymət qalxsın. Dövlət nəzarəti yoxdur. Heç olmasa mağazinlərin üstündə eləsin ki, bizim kasıb təbəqəsi dolana bilsin də. Aldığımız maaşı özümüzə bəs eləsin. Paraşoka verdim, məsələn, sənin çörəyin var, aylıq rejimin var, sən ət almasan, yağ almasan, paraşoka ala bilmirsən, əti yağı hardan alasan? İqtisadçı ekspert Azər Mehdiyev deyir ki, ölkədəki dollar qıtlığı sahibkarlarda devalvasiya qorxusu yaratdığı üçün satışı dayandırırlar. Dollar çatışmamazlığı və dolların kursunun gündən günə dəyişilməsi onları hər an devalvasiya baş verməsi təhlükəsini üzləşdirə bilər. Artıq Azərbaycanda həmin iş adamları 2 dəfə devalvasiya yaşayıblar və hər 2 devalvasiya nəticəsində onlara dəyən itkinin aradan qaldırılması və ya kompensasiya olunması ilə bağlı hər hansı bir dövlət tərəfindən dəstək görməyiblər. İndi də belə deyək, həmin o yaşanmış təcrübələrdən əsaslanaraq onlar ehtiyatlanırlar ki, belə deyək ki, topdan satış formasında bu vəsaiti buraxa bilərlər. Ancaq sonradan həmin vəsaitin yığılması təmin olunmazsa bunlar itkiyə məruz qala bilərlər. İqtisadçı ekspert bildirir ki, dövlət bazara dollar buraxmaqla sabitlik yarada bilər və ya açıq şəkildə növbəti devalvasiyaya getməklə ən azı qeyri-müəyyənliyi aradan qaldıra bilər. Son günlər banklar dollar satışını dayandırıb. Qara bazarda isə dollar satışının 2 manata dək qalxdığı deyilir.